Kirayə mənzil bazarında qiymətlər yenidən artmağa başlayıb. Buna bu dəfə səbəb ölkəmizdə keçiriləcək COP29 kimi beynəlxalq tədbirdir. Əmlakçılar deyir ki, ev sahibləri şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək günlük kirayəyə verilən evlərin qiymətini yüksəldiblər. Bəs şişirdilmiş qiymətlərə ən çox hansı ərazilərdə rast gəlinir? Sujet izləyək. Neçədir eviniz? Günü 300 manatlı içəri şəhərdədir. Elanda yazmışam adamsa. Hər cür şəraiti var. 24 saat işıq, qaz, suyun şəhərin mərkəzidir ora. Remontludur, təmiz yerdir. Özümüz ailəncə orada yaşayırıq. Neçə otaq verirsiniz? Şəraiti var. 3 otaqlıdır. Kooperativdə ancaq 10 günlük, yəni 11-dən 23-nə kimi verəm, yəni 2-3 günlük yox. Minimum deyim sizə 200-250-dən yəni yuxarı. Villa ola bilər 400-500. Bir günü də, düzdür? Bir günü, bəli. O qiyməti ən çox elə Badamdar ərazisində olur. Bina evləri də ola bilər Nərmanov, Gəncədə, 28, Sahil və bu ərazilərdən. Paytaxtda günlük kirayə mənzil bazarında kəskin artım müşahidə olunur. Təxminən ay yarım bundan öncə günü 150 manata olan mənzillər indi yerləşmə yerindən və şəraitindən asılı olaraq 300 manata və daha baha təklif olunur. COP-la əlaqədar olaraq bazarda günlük evlərin qiymətində artım var və hətta çox böyük qiymətlərə evlər təklif olunur. Öz evlərini kirayə verməyən insanlar da öz evlərini bir günlük 800 manata təklif edirlər. Həyət evlərinin bir günü 1500 manata təklif olunur. Həm şəraitinə görə, həm də tələbata görə. Yəni, hal-hazırki vəziyyətdə kirayə bazarı aktivdir. Eşidiblər ki, həddindən artıq qonaqlar gələcək, ona görə də qiymətləri qaldırırlar. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırki artımlar süni şəkildə baş verir. Çox güman ki, COP29-dan sonra evlərin qiymətində enmə müşahidə olunacaq. Bəzi mənzil sahibləri və yaxud bəzi vasitəçilər bundan istifadə edərək mənzillərin gündəlik kirayə qiymətlərində kəskin artımlar ediblər. Bu da təbii ki, əhalinin həmçinin gələn qonaqların büdcəsi ilə üst-üstə düşmür. Demək olar ki, bəzi mənzillərin gündəlik kirayə qiymətlərində 2 və 3 dəfəyə qədər artımlar müşahidə olunur. Artıq daha çox Bakının Səbail, Yasamal və Nərmanov rayonlarındadır ki, daha çox gündəlik mənzillərdə, yeni tikili binalarda, tam şəraitli və otaq sayı çox olan mənzillərdə hiss olunur. COP29 ilə əlaqədar bağ evlərinin də qiyməti kəskin artıb. Dəniz sahili ərazilərdə bağ evlərinin əvvəlki qiyməti günlük olaraq 250-300 manata təklif olunurdusa, hazırda bu rəqəm 1000-1200 və daha artıq qiymətə təklif olunur. Onların qiyməti də yerləşməsindən və otaq sayından asılıdır. Turanə Tağızzadə, Azər Nağıyev, ATV Xəbər.